Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, bir grup Müslümanların yazdığı sualların nəticəsində fərqli ölkələrdə yaşayan Müslüman qardaş və bacılarımız yaşadıkları ölkələrin Pasxa bayramları ilə əlaqəli suallar göndərirlər ki, bəs Pasxada bizim yaşadığımız yerin əhalisi bizə hədiyyələr verirlər və ilaxır. Yəni istər-istəməz onlarla biraz qarışıqlığımız olur. Dinimizə görə biz burada necə davranmalıyıq deyə suallar verilmişdi və onun nəticəsi olaraq bu dərs hazırlandı. Dəyərli Müslümanlar, ilk öncə baxaq, görək ümumiyyətlə bu Pasxa nədir və birinci verilən məlumat Xristiyan məlumatı olacaq. Onu İslam məlumatı olaraq algılamayın. Sonunda İslam buna nə deyir, o cavab veriləcəkdir. Yəni ilk öncə baxaq, görək bu Pasxa nədir? Değerli dinləyicilər, Pasxa iki millətin bayramıdır. Hristiyanların və Yahudilərin. İkisində də fərqli səbəbdən bu bayram olmuşdu. İkisində də eyni zamana düşür. Amma bu ilk öncə Yahudilərdən başlamış, tamam başqa bir səbəbdən, sonra Hristiyanlar bunu davam etdirmiş, tamamilə başqa bir səbəblə. Və gəlin bundan yaxından tanış olaq. İlk öncə tarixinə görə Yahudilərdən başlayaq. Görək, Yahudilər niyə bunu Pasxa edirlər? Pasxa yazın gəliş zamanında, yəni gecə ilə gündüzün bərabər olan dövrü var, mart aylarının sonları, aprel ayında davam edir bu. Bu zamana təsadüf edir ki, bu təqribən 40 gün müddətində davam edir. Bu vaxtlarda, deməli, Yahudilər, biz öncə Yahudilərdən başlayaq, Yahudilər buna Pasxa deməz. Yahudilər buna Pesah bayramı deyərlər. Pesah bayramı. Pesah bayramı, bunlar bunu niyə edər? Çünki qədimidə, eramızdan qabaq, Fironlar dönemində Yahudilər öz ölkələrindən sürgün edilmiş, kişiləri öldürtdürülmüş, qadınları əsir götürülmüş və beləcə Yahudilər öz vətənlərindən qovulmuşdular. Bu Yahudilər bir zaman ki Musa aleyhisselamın xilası ilə onlar Fironun zulmündən qurtuldular. Onlar Fironun zulmündən qurtulduqları dövr bu fəslə təsadüf edir. Yaz fəslinə təsadüf edir. Ona görə də onlar bunu, Yahudilər bunu Pesah bayramı deyərlər. Yəni qurtuluş bayramı, qurtuluş günü. Buna Yahudi İbrani dilində Exadus deyirlər. Exadus. Yəni qurtuluş günü. Bu martın sonu 7 gün qeyd edilir. Bu Yahudilərdə 7 gün qeyd edilir. Bəzi Yahudi lobbiləri bunu 8 gün qeyd edərlər. Onların həmən bu 7 günlük bayram süfrəsinə mayalı heç bir şey qoyulmur. Mayası olan, yəni onlar çörək bişirərlər mayasız. Şirin çörək bişirərlər. Bayramın birinci gecəsi, yəni Seder günü adlanan bu gecədə xüsusi yeməklər təklif edilir. Ortaya xüsusi yeməklər gətirərlər ki, bunların dinləri ilə əlaqəlidir və onlar bir-birlərini evlərinə qonaq edərlər. Beləcə Yahudilərin
Pesahı, yani Hristiyanlardaki Paskaya uygun olan bu Yahudi inancındaki bayram, bunlarda 7 gün devam eder. Ama bunu sonradan Hristiyanlar ise Paskha adlandırmış. Paskha ise yani müqəddəs diriliş mənasını verir. Müqəddəs diriliş, yani bunlar inanırlar ki İsa aleyhisselam öldürüldükten sonra 3-cü günü qəbirdən dirilib çıxmışdı. Və onlar ona görə də həmən diriliş gününü Paskha edərlər, bayram edərlər. Nə edirlər onlar? Onlar həmən günü öz süfrələrində qırmızı yumurta, kəsmik, bir də şirin çörək. Ona külüç deyərlər, külüç. Bu külüç sözü şirin çörəkdir. Nəsə bizim də millətdə olan külçə çörəyinə adının eyni mənşədən gəldiyini tarixi sənədləri vardır ki, bu eyni mənşədən gəlir. Yəni bizlər ona külçə deyərik, onlar sonra külüç deyərlər. Bəlkə də hələ eyni çörəkdir. Doğrusunu Allah bilir. Yəni indi bu o demək deyildir, külçə çörəyini yemək olmaz. Külçə balaca, şirin olan, hətta müsəlmanların iftar süfrəsində verilən çörəklərdəndir. Bəli, yəni bu onların bayram süfrəsinin yeməyidir. Və bir də onlar həmən bayramlarında, yəni Hristiyanlar öz bayramlarında bir-biri ilə görüşərkən, necə ki bizlər bayramımızda bir-birimizə bayramın mübarək, o da deyər sənin də bayramın mübarək kimi sözlər deyərik. Onlar isə bir-birini səhər gördükdə deyərlər, Hristos Vaskres. Yəni Məsih dirildi, sanki xəbər verirlər bir-birinə. Hristos Vaskres. İkinci tərəf isə onun cavabında ona deyər, Vaistinu Vaskres. Həqiqətən də dirildi mənasını verir. Yəni biri deyir İsa dirildi, o biri də deyir bəli, həqiqətən dirildi. Bu bunların bayramıdır. Bu Hristiyanlarda 40 gün devam edir. Və bu Hristiyan bayramı nəsə Hristiyanlarda sabit deyil. Hristiyanlarda fərqlidir. Yəni fərqli məzhəbdə olan Hristiyanlar bunu ayrı-ayrı günlərdə edirlər. Yəni demək olar ki, harada isə 6-7 fərqli gündə başlayır bunların bayramı. Eyni gündə başlamaz. Deyirəm, əlhəmdülillah biz onlardan yaxşı durumdayıq. Yenə də bizdə hələ bayramlar 2 gün olur. Yəni biri bugün, biri sabah edir. Yenə də onlardan yaxşıyıq. Onlarda yəni çox fərqli günlər, yəni biri-birindən çox fərqlənir. Xülasə bunlar 40 gün oruç tutarlar bu bayram gününə qədər. 40 gün oruç tutarlar. Amma elə düşünməyin ki, müsəlmanlar kimi oruç tutarlar. Xeyr, bunların öz ağıllarından ortaya çıxartdığı oruç ibadətidir ki, yəni orada yalnız ət yeməzlər, ruhu olan qidaları yeməzlər, yumurta yeməzlər, yəni onda canlanma var. Ət yeməzlər, belə yeməklər yeməzlər, su içərlər, meyvə yeyərlər, belə şeylər yeyərlər və deyirlər ki, biz orucuyuz. Orucu ancaq meyvə yeyirik, ancaq su içə bilirik, şirin suları içərlər, siqaretlərini çəkərlər. Yəni demək olar ki, gün ərzində ətdən başqa, yumurtadan başqa nə var onları yeyirlər. Güya ki, bu da onların orucudur. Yəni özlərinin ortaya gətirdiyi bir inancdır. Bu 40 günün sonunda artıq elə edirlər ki, 40-cı günü artıq bunların bayramı olur. Həm orucluğu bitir, həm də ki, İsa aleyhisselamın dirilmə gününə düşür kimi. Və bunlar burada yumurtanı niyə qoyarlar və özü də bu yumurta mədəniyyəti bizim də xalqımıza sirayət eləmişdi. O bayramlarda, Novruzlarda balaca uşaqlar yumurta döyüşdürərlər. Bunu əslində bizdən qabaq onlar etmişdirlər. Yumurtanı döyüşdürürlər. Və niyə yumurtanı döyüşdürürlər? Yumurtanı bir-birinə vururlar. Kimin yumurtası sındı,
Deməli, o qələbə çaldı. Amma bəs bu yumurta niyədir? Niyə yumurtanı seçiblər? Onlar inanır ki, İsa aleyhissalam qəbrin içində sanki yumurtanın içində idi. Yumurta sındı, İsa aleyhissalam oradan çıxdı. Və ona görə də yumurtalarını vurarlar bir-birinə, sındırarlar ki, yəni sanki İsa oradan çıxdı. Yəni yumurtada da ruh vardı deyə, yumurtadan da diriliş olur, yəni oradan bir canlı çıxır. Sanki İsa aleyhissalamı da belə bənzədiblər. Bu cücüyə bənzədiblər ki, yəni bu da oradan qəbirdən çıxdığı kimi yumurtadan da balaca cüzələr çıxır. Kimi inancdır. Yəni bu onların inancıdır. Bizim də xalqımızın bir hissəsinə bu sirayət eləyib. Dinini bilməməzliyin nəticəsində. Deməli, bu Pasxa bayramı xristiyanlarda diriliş günüdür, Yahudilərdə isə azadlıq günü. Xristiyanlarda İsa aleyhissalamla əlaqəlidir, Yahudilərdə isə Yahudilərin Fironun əsarətindən qurtuluş günüdür. Gəldik dinimizə. Bu məlumatlar nə qədər doğrudur? Yəni, Yahudilərin o məlumatı, o tarixdir, bəli, o doğrudur. Fironlar Yahudilərin demək olar ki, soylarını kəsirdilər. Əlbət bir şeylər bilib ediblər. Amma ki, Allah nədənsə onun qarşısını aldı. Ən gözəlini Allah bilir. Bəlkə də o xalqı nümunə olaraq bizim üçün saxladı ki, qoy bu insanlar görsünlər ki, yəni şər insan hansı formada olur? Yəni bir insandan nə qədər şər çıxar? İnsan nə qədər sevgisiz olar? İnsan nə qədər yaradılmış insanların soyunu qırmaq istəyər. Bax, həmişə də öz başlarına gəlib. Səbəbi də özləri olmuşdurlar. Yəni, onlar insanlara bu gözlə baxdıqlarına görə zaman-zaman insanlar da əllərinə fürsət düşən kimi bunu onlardan intiqamını almışdılar. Allah onları da hidayət etsin və bütün insanlığı Allah hidayət etsin. Amin. Deməli, biz müsəlmanlara görə, yəni Yahudilərin tarixini qoyduq bir tərəfə, çünki o tarix gerçəkdir. Qur'an-ı Kərimdə də bu vardır ki, Musa aleyhissalamın onların xilas etmə qissəsi. Amma bu xristiyanların etdiyi bu Pasxa isə, yəni İslamla qəti çelişmir, heç vaxt uyğun gəlmir. Çünki onlar deyir İsa öldü, sonra dirildi, amma Qur'an isə elə demir. Allah Subhanahu taala Qur'an-ı Kərimdə hər birimiz də buna baxaq. Qur'an-ı Kərimdə Ən-Nisa surəsi 157-ci ayədə Allah Subhanahu taala buyurur: وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِنْ شُبِّهَ لَهُمْ. Onlar İsa'nı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara belə göründü. O, İsa'ya bənzədildi. Kimdir o? O, İudadır. İuda qurban seçilir. Çünki İsa aleyhissalam, kim mənim yerimə keçər deyir. Çünki Allah bir nəfəri seç, onu sənə bənzədəcəyəm. Və onlar səni deyil, onu çarmıxa çəkəcəklər. Və bunu da İuda qəbul edir, çünki satqın o olmuşdu. İsa aleyhissalamı o satmışdı. Və ona görə də öz günahını yumaq üçün deyir, qoy elə mən də qurban gedim. İnsandır da nəsə dözməmişdir və bu satqınlığı etmişdir. Deməli, İsa aleyhissalam çarmıxa çəkilməmişdir. İsa aleyhissalam sağ-salamat, gözəl şəkildə elə Rəbbi onu göylərə aparmışdı. Və amma onlar həmin komaya girdikdə görürlər ki, İsa'nın əlləri açılıb və onlar İsa aleyhissalamı qobarağa salıb tuturlar. Halbuki o İsa aleyhissalam deyil idi. O İuda idi. Və onu tutub işgəncə verə-verə gətirirlər, çarmıxa çəkirlər. Çarmıxda o öldükdən sonra görürlər ki, bu o deyil. Çünki öldükdən sonra gerçək üzü görünür və o artıq ölmüşdü.
Və bunlar bilirlər ki, İsa öldürülmədi. Və onu sonradan nədənsə 3 gün sonra düşünüb, fikirləşib, o qəbirdən çıxdı sözünü şeytan onlara inandırır. Halbuki İsa aleyhissalam nə qəbirdən çıxıb, nə də ki qəbirdən çıxan birisi olub. Bu hadisə olmamışdır. Biz Qur'ana inanırıq. Ona görə Qur'ana inanırıq ki, Qur'an bir dənədir yer üzündə. Və Allah da o kitabı qoruyub saxlamışdır. Bu günə qədər Qur'an-ı Kərimin bir hərfinə belə müdaxilə edilə bilməmişdir. Cəhd edilmişdir, alınmamışdır. İndi də daha çox gecdir, çünki artıq Qur'an bütün müsəlmanların evində var olan gerçək bir kitabdır. Amma İncilə gəldikdə isə tarixi sənədlərə görə məlumdur ki, İncil yüzlərlə fərqli növdə olub. 100-dən yuxarı fərqli növdə İncillər olmuşdu. İncilləri ilk dəfə toparlayan Konstantin olmuşdu. Bugünkü İstanbulu şəhər halına salan Konstantin ki, o şəhərin də qədim adı Konstantinopoldur. Yəni Konstantinin şəhəri. Həmin o Konstantin bütpərəst olmuşdu. Xristiyanlığı qəbul edərkən Xristiyan rahiblərini bir araya gətirmiş və onlara demişdi, mən Xristiyanlığı bu şərt ilə qəbul edirəm ki, mənim ağlıma, daha doğrusu mənim bəyəndiyim İncilləri oxuyacaq, digər İncilləri yandıracaq. Və onlar da bununla razılaşırlar. O da İncilləri təqribən 54 çeşitli İncili seçir. Hansı İncilləri seçir ki, o İncillər onun bütpərəst inancına uyğun idi. 12 həvarinin müqəddəs olması kimi, İsa'nın üçlük inancı kimi və İsa öldü və dirildi inancı kimi bütün inanclar orada olan inancları qəbul edib və təqribən 54-ə yaxın kitab oldu. 54 biri-birindən fərqli kitablar. Ona görə Xristiyanlıqda şərab içərlər, donuz yeyərlər. Halbuki əsli Xristiyanlar, onlar nə şərab içər, nə donuz yeyər. Amaş deyirlər onlara, amaş. Amaş Xristiyanları, onlar dünyada səpəli vəziyyətdə yaşayırlar. Çünki onları bu uydurulmuş Xristiyanlıq onları qəbul etmir. Və həmən Xristiyanlar nə kilsələrində xaç olar, nə də ki apostolların şəkili. Özləri də donuz əti yeməzlər, şərabı əsla içməzlər, onlar deyirlər bu haramdır. Çünki onlarda qədim inanclar qalmışdı. Yəni İsa aleyhissalamın gətirdiyi. Yəni bu dəqiqə yeryüzünün ən saf Xristiyanları onlardır, amaşlar. Onlar bizim ölkəmizin də bir hissəsində Malakan adı ilə yaşamışdırlar. Malakanlar, yəni südçilər mənasını verir. Bəli, onlar ən gerçək Xristiyanlardır. Saf, yəni doğru din İslamdır, yəni Həzrət İsa'nın gətirdiyini onlar yaşayır. Onlar da bu deyilənləri bu formada etməzlər. Onlar da fərqli formadadır. Onlar dirilişə inanmırlar. Xülasə, deməli, biz əlimizdəki Qur'ana görə bilirik ki, İsa aleyhissalam öldürülməmişdi. İsa aleyhissalam zaten Rəbbimiz onu huzuruna çəkmişdi. Və bir də qaldı, bəs yaxşı, bu bayram indi olur. Hər nədir? Xristiyan inancında olan insanlar və yaxud da ki, Yahudilər bunu bayram olaraq edirlər. Biz Yahudi və Xristiyan qonşularımızla bunda necə davranaq? Biz ölkəmiz demokratik ölkədir, yəni İslam ölkəsi deyil ki, demokratik ölkədir, demokratik qanunlarla, konstitusiyanla idarə olunur və bizim ölkəmizdə Xristiyan da, Yahudi də yaşayır. Hətta bütpərəst də yaşayır. Yəni bu Xristiyan və Yahudilərin bayramlarında öz qonşularınla necə davranmalı? Cavab budur ki, əvvələn biz onlara bayramın mübarək sözlərini deməyəcəyik. Çünki biz onlara bayram olaraq qəbul eləsək, o zaman biz də elə onların inancını qəbul etmiş oluruq. Halbuki
Allahın Resulü sallallahu aleyhi ve sellem buyurmuştur ki, "Men teşebbehe bi kavmin fehuve minhum." Hadis sahihtir. İbn Ömer radıyallahu anhu tarafından rivayet olunmuştur. Kim özünü hansı xalqa bənzədərsə, o da onlardandır. Deməli, biz də özümüzü onlara bənzədib bayramın mübarək sözlərini deməyəcəyik. Və onlarla heç bir münaqişəmiz də olmayacaq. Yəni, öz bayramını edir, öz küfrünü edir və öz inancını yaşayır, öz şəxsi işidir. Bizim onlarla toqquşmamız yoxdur. Hətta İslam ölkələrində də onlara bu bayramlarında belə müdaxilə edilməz. Çünki bu onun inancıdır. Ona inanır, onu yaşayır, özü bilər və öz Rəbbinə hesab verəcək. İslam ölkələrində onlar müsəlmanlara vergi verərək ölkələrində yaşayıblar İslam dönəmində. Bu gün isə o şey artıq yoxdur. Hər nədir? Onlar özləri üçün öz inanclarını yaşayırlar. Və onların yeməklərinə gəldikdə isə, yəni o xristiyan süfrəsində, əgər həmən süfrədə elə kəsmik kimi, yumurta kimi, çörək kimi bir şeylərdirsə, yəni bunların əsli halaldır, bunlar haram deyil. Onların süfrəsində otursan, onların bayramını qəbul etmiş olarsan. Amma süfrəsində oturmasan, tutaq ki, sənə külüç çörəyindən verdi, külüç, yəni o şirin çörək verdi. Problem deyil, o çörəyi yemək olar. Çünki əsli halaldır. Yumurta halal qidadır. Kəsmik halal qidadır. Problemi yoxdur. Amma bu halalları onlarla bir süfrəyə otursan, artıq onları qəbul etmiş olursan deyə biz onlarla bir süfrəyə, bayram süfrəsinə oturmuruq və onlarla bayramlaşmırıq. Amma həmən yeməklər dolayısı yolla evinə gəlib çatsa, heç bir problemi yoxdur, yeyilə bilər deyir. Öz gözəl bayramlarımızı, yəni Qurban və Ramadan bayramlarımızı qoruyaq. Çünki bu bayramlar Allah tərəfindən endirilmiş və gerçək bir bayramdır. Allah elə bu bayramları gözəl şəkildə yaşamağı bizə müvəffəq eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.